Avqustun 19-da Milli Şura sessiya keçirib. Sadəcə 3-cü olan sessiya mediaya və ictimaiyyətə qapalı keçirilib. Saat 3-də başlayan toplantının saat 6-da sonlanacağı deyilsə də, müzakirələr uzun çəkib. Müzakirələrin nəticəsi ilə maraqlanan partiya və siyasi təşkilat fəalları tədbirin keçirildiyi Müsavat Partiyasının mərkəzi qərargahına toplaşıb. Toplantının davam etdiyi vaxtda Milli Şuranın üzvü, Vətəndaş Əmrəliyi Partiyasının mərkəzi icra aparatının rəhbəri Samir Əsədli içəridə baş verənlər barədə məlumat verir. Milli Şura üzvlərinin əsas namizəd və ehtiyat namizədlə bağlı müzakirələri gedir. Milli Şurada olan siyasi partiyalar öz mövqelərini açıqladılar və hal-hazırda müstəqil ziyalılar öz mövqelərini açıqlayır. Həmçinin Milli Şuranın sədri də telefon vasitəsilə qoşuldu və Milli Şura üzvlərinə öz müraciətini elədi və bütün müzakirələrdən sonra Milli Şura ehtiyat namizədinə seçkiyə gedib getməmə məsələsinin qərarını verəcək və yəni hal-hazırda bütün Milli Şura üzvləri bizim vahid namizəd Rüstəm İbrahim Bəyova dəstəkləyirlər, sona qədər fikir budur və ikinci müzakirədə isə ikinci ehtiyat namizədinin olmasıdır. Müzakirə bu istiqamətdə davam edir və hal-hazırda müstəqil ziyalıların, qeyri-hökumət təşkilatlarının fikirləri dinlənilir və bundan sonra qərar veriləcək. Vaxt keçdikcə toplantıdan yeni məlumatlar gəlir. Cəmil Həsənli, Mehman Əliyev və Gültəkin Hacıbəylinin ehtiyat namizədliyi müzakirə olunur. Ancaq Gültəkin Hacıbəyli özünün namizədliyinin irəli sürülməsinə qarşı çıxır. İkinci çıxış yolu kimi hər partiyanın öz namizədi ilə seçkiyə qatılması və seçki öncəsi daha çox səs toplama ehtimalı olan şəxsin vahid namizəd irəli sürülməsi təklif olunur. Partiya fəalları səbirsizliklə müzakirələrin nəticələrini gözləyir. Saat 6 üçün qərar verilməlidir, hələ qərar verilməyibdir. Gözləyirik görək necə olur. Siz özünüz şəxsən hansı qərar verməlisiniz? Mən liderlər hansı qəbul eləsələr, hansı qərar qəbul olunsa birgə. Biz onun tərəfdarıyıq. Bu günlərin talih məsələsidir. Biz barədə duruq təbii eşitmirik. Elə deyirik ki, nə oldu, qərar vermədilər. Qərar vermək belə bəmilə asandır. Onda gələn kimi təklif verədilər, 3 təklif. Çox namizəddir, bir namizəd və yaxud nə öyle səsə qoyardılar, gedərdilər. Orada Milli Şuranın vahid namizədlə getməyi yaxşıdır ya ayrı-ayrılıqda. Biz də burada duranlar hamımız vahid namizədi tərəfdarıyıq. Sessiya başa çatır. Müsavat Başqanı İsa Qəmbər və El Hərəkatının sədri Eldar Namazov qapalı keçirilən toplantıda verilən qərarlar barədə açıqlama verir. Eldar Namazov sessiyada səsvermə zamanı 43 nəfərin ehtiyat namizəd variantının lehinə, 42 nəfərin isə əleyhinə səs verdiyini bildirir. Milli Şuranın seçkilərdə iştirakını təmin etmək, bütün hallarda Milli Şura seçkilərdən kənarda qalmasın ideyasını reallaşdırmaq üçün 2 təklif irəli sürülmüşdür, 2 ideya var idi. Ya vahid yeni bir ehtiyat namizədi, tamam bir namizədə dəstək verir. Ya da bir neçə namizədlə gedirik seçkilərə, vahid ehtiyat namizədinin yolu bu variantı üstün qazandı bir səs üstünlüyü. Müsavat Başqanı İsa Qəmbər Milli Şuranın seçkidən kənarda qalmaması üçün ehtiyat variantlar barədə düşündüklərini bildirir. Bizim üçün burada hər hansı bir məhdudiyyət yoxdur. Biz Milli Şurada təmsil olunan dəyərli ziyalılarımızdan hər hansı birinin vahid namizəd kimi müəyyənləşməsini qəbul edirik. Milli Şurada təmsil olmayan Rafiq Əliyev kimi dəyərli ziyalılarımızın vahid namizəd kimi qəbul edilməsini mümkün hesab edirik. Onlardan hər hansı birini müəyyənləşdirməyə çalışacağıq. Bu mürəkkəb situasiyada bizim hələ bir neçə gündə zamanımız var ki, Rüstəm müəllimin vətəndaşlığı ilə bağlı məsələlərin aydınlaşmasını gözləyək. Yəni bir neçə gün zaman hələ ki var. Ehtiyat vahid namizədin kimliyi Milli Şuranın növbəti sessiyalarında müəyyənləşəcək. Amma növbəti sessiyanın da qapalı olub-olmaması hələ sual altındadır.